Və göstərib ki, ondan məhrum olan həqiqi məhrum odur. Onun gecələrində, gündüzlərində səhlənkarlıq edən, açıq aydın xəsarətdədir. Və peşmançılıq duyacaq. O gün ki, ehtiyac duyacaq. Bu günlərdə edilən əməllərin savabına, bu günlərdə edilən itayətin əcrinə. Və deyir ki, Rəbbimiz يَوْمَ اِذِنْ يَتَذَكَّرُ الْاِنْسَانُ وَاَنَّ لَهُ الذِّكْرَ. O gün insan xatırlayacaq, lakin xatırlamasının nə faydası? يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِهَيَاتِ. Deyəcək ki, kaş ki həyatım üçün hazırlaşaydım. Həyatım üçün nəsə hazırlayaydım. Ona görə İbn Kəsir rahimehullah deyir ki, peşman olacaq etdiyi asiliklərə görə, əgər asilərdəndirsə. Və peşman olacaq itayətdən edə bilmədiklərinə görə, əgər itayət edəndirsə. Peşman olacaq ki, itayətini niyə artıq eləmədi? Çünki qiyamət günü insan möhtac olacaq savablara, möhtac olacaq əcrə, hansı ki, qiyamət günü onu ilə olacaq alış-veriş. Mübadilə savablarla, günahlarla olacaq. Başqa bir şeylə olmayacaq. Bu dünyada etdikləri əməllərin mükafatı olaraq ya cəza alacaq, etdikləri günahlara görə ya cəzalandırılacaq, ya da ki, etdikləri əməllərə görə savab alacaq. Hansı ki, bir savab üstün gəlsə əməl tərəzisində insanın nicatı deməkdir. İnsanın zəfərə çatmağı deməkdir. Əgər bir savab üstün gəlsə və bir günah üstün gəlsə insanın həlaki deməkdir. Əgər Allah Teala rəhməti ilə əhatə edib bağışlamasa onu.